Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Giləzi kənd inzibati ərazi dairəsinin Afurza kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon polis şöbəsinin rəisi, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsinin rəisi, rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də Quba rayonunda həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirləri barədə sakinlərə ətraflı bilgi verilib. Vətəndaşlar tərəfindən qaldırılan müraciət və təkliflər dinlənilib, səsləndirilən məsələlərin operativ həlli məqsədi ilə aidiyyatlı qurumların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib. Kənd sakinləri göstərilən diqqət və qayğıya, onların problemlərinin həlli istiqamətində görülən işlərə görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər. Biz bu rayonun ayrıca kəndində, ağırlıqda doğulmuşuq. Bizim vəziyyət yaxşı deyil, evlərimiz uçur, 3 gün gəlir. Sizdən xahiş edək ki, bizim problemlərimizə baxasınız. O məsələ açıq deyək ki, mən sizə keçən əvvəl Fövqəladə Hallar Nazirliyinin komissiyasındayız. Biz də sağ olsun, o nazirliyin rəhbərliyi ilə danışmışıq. Onlar rayonda artıq bu ildə 4-cü dəfə gəlir, 4 dəfə gəlir. Biz də bir xahiş eləmişik, bir də baxsınlar, bir də gəlsinlər. Haradasa ola bilər, yaddan çıxan olur. Çünki özünüz bilirsən, martın 25-dən sonra yağdı, həm apreldə yağdı, həm mayda yağdı. Və bu, biz xahişləri sağ olsun, əziyyət çəkilər gəldə bir neçə gün rayonda qaldılar. İndi artıq keçən ilki məsələlərlə bağlı bizim səhvlərlə 9 ya 11 evdə tikinti başlayıb rayonda. Bir də əlavə olur mu orada? Yəni keçən 15-16 aprel yağışlarına bağlı artıq burada 12 ev tikilir. Bir neçəsində də təmir yazılır. 14 ya 15-də də təmir yazılır. İndi bu ilki ilə də bağlı təzədən xahiş verdik, onlar təzədən axtarışdırırlar. 2 dəfə baxırlar. Biz çünki xahiş verdik ki, belə deyil də, biraz daha dəqiq baxsınlar. Çünki bizdə adiyyət dəqiqətən problemdir. İndi görək, qonaqçat yolu inşallah bir də gedişatı baxsın, baxaq ki, orada neyini edir. Səyyar qəbuldan əvvəl rayon rəhbəri aidiyyatı şəxslərlə birlikdə Afurza kəndindəki şəhidlər abidə xatirə kompleksini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər. Elçin Şuşalı, Qafqaz TV üçün.